dim test toplusu hidrogen bölməsindən səhifə 226 34-cü suala baxın. Nə deyir? Hidrogen və 100 metr oksindən ibarət qaz qarışığını qapalı qab reaksiyasından sonra 50 litr hidrogen artıq qalmışdır. İlkin qarışığın həcmini hesablayın. Deməli, 100 ml oksigen reaksiya daxil olub. Hidrogenin oksigenlə reaksiyasını yazırıq. İki həcm hidrogen, bir həcm oksigen deyirik. 100 ml oksigen nə qədər hidrogen reaksiyası daxil olur? 200 ml. 200 ml hidrogen reaksiya daxil olur, 50'si artıq qalır. Demək, hidrogenə nə qədər olar cəmi? 250 olar. Bəli, hidrogen 200 üstəgəl 50. Oksigen də 100 ml. Cəmi neçə elədi? 350. D variantı. Səhifə 227-də 50-ci sual. $214 gram natrium 90 gram su ilə tam reaksiyasında natriumun su ilə reaksiyasını yazarıq. Nə anlar? Natrium hidroksid, hidrogen. Burada nə qədər hidrogen anlar? Deyək ki, 0.5. Bir də misallaşacaq tam. Məsələn, 46 qrama 36 qram su daxil olur və 1 mol hidrogen alınır. 214 qram natrium verir. 90 qram su verir. Məsələn, 214 qram natriuma neçə qram su daxil olur? 1.8 qram. Nə qədər hidrogen alınır? Nə qədər? 0,5 mol hidrogen alınır. O da mis-2 oksidlə reaksiyası. Mis-2 oksid hidrogenlə mis və su. Neçə qram mis oksid əldə etmək olar? 80 qrama 1 mol. 0,5 mola neçə qram? Bəli? 4 qram. Altmış iki. Hər bir qaba m qram kalsium, m qram lityum, m qram natrium daxil olub, yəni əlavə olubdur. Hansında daha çox hidrogen ayrılırsa, o qabın kütləsi daha az olur. Yoxlayaq. Birinci qabda kalsium üstəgəl su. Kalsium hidroksid və hidrogen. Qırx qrama ayrılan hidrogen qazında, yəni hamısından hidrogen qazı ayrılır, bunu bildik. 40 qrama 2 qram hidrogen qazı ayrılır. M qrama nə qədər olar? M bölü 20 qram hidrogen qazı ayrılır. İkinci qab. Lityum
Lityum hidroksit hidrojen ayırlar. İki, bir. Lityum da ayrı yetidir. 14 grama 2 gram yine. M grama M bölü 7. Üçüncü qab. Natrium. Burada natrium hidroksit hidrojen. Emsallar 46 grama 2 gram. M'e de M bölü 23 gram. Deməli, hansında daha çox hidrojen qazı ayrılırsa, o qabın kütləsi daha azdır. Və yaxud əksinə, hansında daha az hidrojen ayrılırsa, o qabın kütləsi daha çoxdur. İndi burada ən çox hansı qabdadır? Yəni, hansı qazın hidrojen qazı daha az ayrılır? 3'dür. Üçüncü qabın kütləsi daha çox olar. Sonra 1, sonra 2. B bəndi. Səhifə 228, 66-cı sual. Reaksiya üçün götürülən maddələr. Hidrogen və oksigen. A qram hidrogen, A qram azot. Başlanğıcda cəmi neçə moldur? 15 moldur. Hidrogenin ml 2'dir. Azotun ml isə 28. Hidrogen neçə moldur? A bölünsün 2 mol. Azot neçə moldur? A bölünsün 28 mol. Cəmi də neçə moldur? 15 moldur. 15 NA yəni. A neçə eləyəcək? A 28. Hər biri 28 qramdır deməli. 28 qram, 28 qram. İndi hidrogen neçə mol oldu? 14 mol. Azot neçə mol oldu? 1 mol. Azotla hidrogen reaksiyasını yazırıq. Amonyak alınır. Aha. Demək, 1 mola 3 mol daxil olur. Və amonyakı da soruşur. 34 qram amonyak alır. Burada tam sərf olan hansıdır yəni? Azotdur. Hidrogendən nə qədər artıq qalır? Bu tam sərf olur. Hidrogendən nə qədər artıq qalır? Yəni 14 moldur. 14 mol çıx 3 mol. 11 mol, bəli, 10 da 2'yə vursaq 22 qram. Artıq qalan maddənin Y-dir. Amonyakın da kütləsi, yəni 2'dir. 2S 34, Y 22. C bəndi. Yetmiş dörd. Reaksiyanın hər birində 1 mol hidrogen ayrılırsa. Məsələn, birinci natriumdan başlayalım. Natrium üstəgə su. Natrium hidroksit, hidrogen. Əmsalları yazırıq. 2, 2, 2, 1. Hər birində 1 mol hidrogendir. 2 mol qələvi, 1 mol hidrogen qazı. Burada 2 moldur. İkinci, məsələn, kalsium deyək.
Kalsium hidroksid, hidrogen. Bu da belə əmsallaşır. Burada da 1 mol qələvi, 1 mol hidrogen, 1 mola 1 mol qələvi. Sonra natrium hidrit deyək. Suyla reaksiyası. Natrium hidroksid və hidrogen. Birə birdir. 1 mola 1 mol deyək. Bu da 1 moldur. Cəm neçə mol oldu? 4 mol. Yəni B variantı. Yetmiş 8. İçərisində mis oksid olan qızdırılmış şüşə boruda. Mis oksid hidrogenlə reaksiyası. Mis və su. Yaxşı. Mis oksidin molyar kütləsi mis oksidin 80-dir, hə? 22,4 litr hidrogen. 64 qram mis alınır. Əgər 1,12 litr hidrogen deyirsə, bu neçə qramdır? 20 dəfə azaldırıq. Bu 4 qramdır. Bəs bu 20-yə böldük də. 3,2. 4, 3,2. D bəndi. Sağ ol. Seksen altı. 10,5 gram kalsiyum hidridin su reaksiyasına 5,6 litr hidrogen alınmışdır. Çıxım hesablayın. Deməli, kalsiyum hidridin su ilə reaksiyasını yazırıq. Kalsiyum hidroksid və hidrogen. Belə. 42 qrama 44,8 litr. On tam 15 qrama deyək ki, neçə litr olar? 11,2 litr. Bu 100%'dir. İndi 5,6 litr hidrogen alınmışsa, onda çıxım nə olacaq? 50%. Doksan altı. Kalsiyum hidrit. 5 madde. 18 gram. Az miqdarda su ilə reaksiyası. Yəni, burada tam kalsiyum hidrit tam getmədə reaksiya. Su ilə reaksiya daxil olur. Kalsiyum hidroksid, hidrogen alır. 5 maddə. İndi kalsiyum hidrit də qalır. İndi nə qədər 5 maddə alındı? Deyək ki, 30 qram. Neçə qram artdı burada? Sağ ol. 12 qram artdı. Nə gəldi üstündəki 12 qram artdı? 2 versəniz, burada bunun müqayisəliyində fərq nədir? Burada oksigen var. Burada oksigen yoxdur. Deməli, oksigen gəldi üstünə. Neçə qram oksigen gəldi üstünə? 12 qram. Bəli. Deməli, burada 30 çıx 18, 12 qram oksigen gəldi. Və oksigenin kütlə payı nə olacaq? 12 bölünsün 30, vurulsun 100'e. 40%. Sağ ol. Cevap 40.
Oksigen bölməsində səhifə 232, 34. On metr kub metan, 2 metr kub hidrogen. Qarışığını tam yandırmaq üçün neçə metr kub hava lazımdır? Bunları ayrı-ayrı yandırmaq lazımdır. 10 metr kub metanı yandıraq. Metanın yanması, karbon qazı su. Bir həcim, 2 həcim. 10 metr kub nə qədər olacaq? 20 metr kub. Sonra 2 metr kub hidrogen. Hidrogenin yanması. 2 həcim, 1 həcim. 2 metr kub, 1 metr kub. Nə qədər olar cəmi? Bəli. ...21 metr kub. Oksijen də 21%'dir. Onda hava nə qədər olar? 21 metr kub, 21% ise 100 metr kub. G variantı. Altmış ikinci sual. Ağzı açıq qablarda verilmiş 5 madde oksijen mühitini çözəldilmə zamanı qabda olan 5 maddenin kütləsinin zamandan asılı olaraq dəyişməsi hansı halda doğrudur? Mesela birinci qab. Dəmir. Oksijen mühitini çözəltdikdə nə alır? Fermi çodırda alır. Mesela burada 5 maddenin kütləsi necə dəyişir? Sizcə? Artar təbii ki. Düzdür? Onda artar. Deməli, belə də 5 maddənin kütləsi artır. Artar desə, deməli, 1'ə gedər. İkinci qabda. Karbon. Karbon 5 maddə. Oksijende çözəltdikdə. Karbon qazı. Onda 5 maddənin kütləsi azalar. Deməli, azalar əyrisinə baxır. Bura ikinci yazırıq. İkinci. Üçüncü. Mis-2 oksid. Oksijen mühitində reaksiya getməz. Yəni dəyişməz. Onda burada üçüncü qoyuruq. Birinci 1, ikinci 3, D bəndi. Səhifə 235-66. Metan, propan, cəmi, amol. Metanın mol payı 25%'dir. Onda metan neçə mol olur? 0,25 amol. Propan da 0,75 amol. Qarışığın kütləsi 37 qram. Metanın kütləsi 16 bıraq 0,125 A.
Yəni 4A qram. Propanın kütləsi 44 bıraq 0,75A. Yəni 33A qram. Bunun da cəmi 37 qram. 4A 33A bərabər 37. A neçə? 1. Onda cəmi 1 moldur. Metan 0,125 mol. Propan 0,75 mol. Bunların yanmasına neçə mol oksigen sərf olunur? Metanın yanması bəli. 1'ə 2'dir. 0,125'ə 0,5 mol. Propan burada da 3, 4, 5 mol oksijen. 1'ə 5, 0,75'ə bu da Y. 3 tam yüzde neçə? %75 mol. Aha, cəm nə qədər oksijen oldu? Bəli, 0,5 tam %75. 4 tam %25 mol. B variantı. Burada 5 maddə 200 qramdan 184 qrama qədər azalıb. Neçə qram azalıb? 16 qram azalıb 5 maddənin kütləsi. İndi bu neçə faiz azalıbdır? Yəni 16 bölünsün 200, burası 100. 8% azalıb. Deməli bu doğrudur. 2. İndi kalium permanganat parçalanmasından alınır kalium manganat, mangan O2 ve oksijen gazı. Şimdi burada 16 gram neyin kütlesi olar? Oksijen kütlesidir. Çünkü oksijen gazı çıxır, azalır. Kalium permanganat 158'dir. Deməli, 2 vur 158 qrama 32 gram azalırsa 16 gram azalanda neçə gram parçalanıbdır? 158 gram parçalanıbdır. Amma burada 184 deyil, səhvdir. Üçüncü, bir doğrudur, 2 səhvdir. Üçüncü, 16 gram oksijen neçə litr deməkdir? 11 tam, onda 2 litr deməkdir. 3 düzdür. Kalium permanganat dedi ki, tam parçalanmayıb. 158 qramı parçalanıbdır. 1 və 3. Seksen altı. 80 tam, onda 8% kalium nitrat. 19 tam, onda 2% kalium klorit verir. Cəmi 500 qramdır. Deyək, qızdırılmasında neçə litr oksijen qazı ayrılır? Nəyin parçalanmasında oksijen qazı ayrılır? Kalium nitratı. Deməli, biz kalium nitratın kütləsini tapmalıyıq. Neçə qram kalium nitrat edir? 500'ün 80 tam onda 8%. 404 qram.
Kalium nitratı parçalayırıq. Kalium nitrit və oksigen qazı. 2, 2, 1. Deməli, emeli güc 1'dir. 202 qrama 22,4 litrdir. 404 qrama 44,8 litr. Bir balıqçılıq təsərrüfatında suyun oksigen səviyyəsini artırmaq üçün kalium permanganat məhlulundan istifadə edilir. Kalium permanganat suda həll olduqda aşağıdakı kimi oksidaşma reaksiyası gedir. Yəni tənif budur. Təsərrüfat sahəsindəki gölməçənin həcmi 10.000 litr və suya buraxılmalı olan oksigen qazının gündəlik norması isə hər litr, 1 litr üçün bu qədər oksigen sərf olunur. 1 litr suya deməli 0,1000-də 10.000-də 75 mol oksigen düşür. Elə mi? Onda 10.000 litrə 10.000 litr suya nə qədər oksigen düşür? Bəli? 75 mi? 75 mol oksigen. Aha. Neçə kilogram kalium permanganat əlavə edilməlidir? Gündəlik oksigenin tələbatını ödəmək üçün bir günə bu qədər oksigen lazımdır da. Belədir. Nə qədər kalium permanganat? Kalium permanganatın da 158-dir. 4 bırax 158 qrama 3 mol oksigen düşür. 75 mol oksigen deyilsə, bu neçə qram olar? Burada 25, bəli, 100, bəli. O da neçələri? 15.800 qram. Kilograma çevirsək, 15,8 kilogram. ...94. 300 gram kalium klorat. Mangan 4,9 qismən parçalanması. Və kütlə 6,4% azalır. 300 qramı 3 qram bərk maddəni 6,4% nə qədər olur? 19,2 qram azalır. 19,2 qram azalır. İndi kalium kloratın parçalanmasında kalium klor və oksigen qazı. Buraya ilə 1,5 də yaza bilərik. Bu da 5 maddə, bu da qaz. Bu 19,2 qram nədir yəni? Oksigendir. Oksigen qazı ayrılıqdır. Aha. Neçə mol kalium klorit alınır? İndi burada 1 mola deməli 1,5 vur 32. Neçə qram deməkdir? 48 qram. 19,2 qram olarsa, onda bu neçə mol olar? 0,4 mol.
Doksan səkkiz. X elementi oksijen ilə X2O3 birləşməsini əmələ gətirir. Qrafika əsasən X elementi nisbi atom kütləsini müəyyən edir. Burada görək ki, oksijen nə qədər reaksiya daxil olubdur. 10,2-dən 5,4-ü çıxaraq. 4,8 qramı reaksiya daxil olubdur. Və alınıbdır X2O3 10,2 qram. Və yazırıq. X oksijenlə. X2O3. İndi məsələn buna 2 yazaq, buna 1,5 də yazar bilərik. Və müqayisə edək. Burada 1,5 mol desək, oksijen molekül kütləsi 32-dir. 48 qrama bunun ml edir. Dedi ki, 4,8 qram reaksiya daxil olubdur. Və 4,8 qram daxil olanda 10,2 qram olur. ml də olacaq nə? 102. X2O3 bərabərdir 102. 2 üstə gələk 48 bərabərdir 102. Yəni, buradan çıxıb da yaza bilərdik. Məsələn, 10,2-dən 4,8 çıxardıq, deyək ki, qalandı X-dir. Oradan da tapa bilərdik. X nəyə bərabərdir? 27. X-in ayrı 27-dir. Yüz altı. Dəm qazı və karbon qazı. Əvvəlcə 200 ml-dir. 75 ml oksijen əlavə olur. Reaksiyadan sonra $250 olmuş. Yəni nə qədər artmışdır? 50 ml oksijen artıq qalıbdır. Nə qədər reaksiya daxil olubdur? 25-i. Oksijen reaksiya daxil olubdur. Oksijen nə ilə daxil olur? Dəm qazı ilə. Karbon qazı alınır. 2 həcm, 1 həcm. 25 ml deyirsə, onda bu nə qədər olar? 50 ml. Və dəm qazda karbon qazı soruşur. Bəli, yəni 200-dən 50-ni çıxaraq. 150 ml. Bəli, karbon qazın mol payı 150 bölünsün 200 vurulsun 100. 75%. Qırx səkkiz. Deməli, su bölməsində səhifəyə neçədədir? 242. 48. Burada da A qram hidrogen verir.
A qram oksigen verir. Hidrogenin moleküler kütləsi 2, oksigenin moleküler kütləsi isə 32. Neçə mol hidrogen eləyir? A bölünsün 2 mol. Neçə mol oksigen eləyir? A bölünsün 32 mol. Cəmi neçə mol eləyir? 17 mol. A nəyə bərabərdir? 32. Onda A'nın qiyməti 32 isə hidrogen 16 mol. Oksigen də 1 mol. Yaxşı. Hidrogenin oksigen reaksiyası 2 mola 1 mol. Baxın, qoy sual izah edeyim. 1 mol. Deməli, burada tam sərf olan oksigendir. Hidrogen artıq qalır. Yaxşı. Və 36 qram su alınır. Anı dedik ki, neçə oldu? 32. Onda su nə qədər alınır? A plus 4. A üstəcə 4. Yaxşı. İndi birinci qrafikə baxaq. Hidrogen nə qədər artıq qaldı? 16-dan 2-ni çıxırıq 14 mol. Bu doğru deyil. Burada nə qədər artıq qalır? 12 deyir. Bu doğru deyil. Oksigen tam tərəf olub. Düzdür. Suda nə qədər alınıb? A plus 4. Düzdür. C bəndi. İkinci qaba neçə qram natrium oksid əlavə etmək lazım ki, tərəzidə tarazlıq yaransın. Məsələn, birinci qaba 12 qram natrium hidrid. Natrium hidridin də ml-i 24'dür. Natrium hidrid su əlavə etsək, natrium hidroksid və bir də hidrogen alır. Yaxşı. İndi burada hidrogen bu qabda qalır. Amma hidrogen qaz çıxır. 24 qrama məsələn 2 qram hidrogen qaz çıxır. 12 qram əlavə eləsək nə qədər hidrogen qaz çıxır? 1 qram hidrogen qaz çıxır. Qabın kütləsi nə qədər dəyişir? 12 qram əlavə eləsək. 11 qram artır. 12 çıx 1. Qabın kütləsi 11 qram qab artır. Kütləsi artır. Deməli, ikinci qaba natrium oksid. Natrium oksid də əlavə eləsək. Natrium hidroksid. Burada qaz ayrılmır. Nə alınırsa qabda qalır. Və ona görə nə qədər natrium oksid əlavə eləməliyik? Elə 11 qram natrium oksid əlavə eləməliyik ki, bunların çəkləri bərabər olsun. A variantı.